Bugün kəndimizdə əskər yola salırıq. Amma görün bizdə hazırlıqlar necə başlayır. Bizim kəndin belə bir gözəl adəti var. Kimsə əskər gedəndə və ya gələndə mütləq mövlüd oxudarıq. Kənd cəmaatı, qohum qardaş da həmin gün o qapıya yığışar. Qonşular sağ olsunlar, neçə gün əvvəldən köməyə gəlirlər. Sanki hamının öz övladı əskər gedirmiş kimi, hər kəs böyük bir həvəslə işin bir qulpundan tutur. Böyüklər yemək bişirir, gənclər isə qonaqlar üçün masalar qurur. Bu videoda 2 günün işini 2 dəqiqəyə sığdırdım. Samavarlar da artıq qoyulmuşdu. Qonaqlar üçün yeməklər, şirniyyatlar hər biri artıq hazırdır. İstəyirik ki, hər şey ən gözəl şəkildə olsun. Süfrəmizin bərəkəti dualarla birləşsin. Artıq mövlüd günüdür. Günortaya kənd cəmaatı və mollalar gələcəyi üçün səhər tezdən süfrələri hazırladıq. Kəndimizin bu gözəl adət-ənənələrini yaşatmaq hər birimizin borcudur. Mövlüd bitdikdən sonra əskərimiz üçün hər kəs xeyir-dua verir. Əslində bu təkcə bir ailənin deyil, bütün kəndin qürurudur. Allah bütün əskərlərimizi qorusun, sağ-salamat gedib qayıtmağı nəsib eləsin. Vətən onlara əmanətdir. Bəs sizdə əskər yola salma adətləri necədir? Bu videoya baxarkən hansı hissləri keçirdiniz? Kənd həyatının belə maraqlı anlarını görmək üçün məni izləməyi unutmayın.